Salam, hörmətli tamaşaçılar. İlgün Seviyə efirdədir. Vətəndaş mövqeyinin qonağı, alim, ictimai-siyasi xadim, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru və Milli Məclisin deputatı Fariz İsmailzadədir. Salam Fariz müəllim, xoş gəlmisiniz. Xoş gördük. Minnətdaram dəvətə görə. Fariz müəllim, Azərbaycan ölkələr arasında ən sakit və təhlükəsiz bir ölkədir. Və Azərbaycan prezidenti cənab İlham Əliyev, müzəffər ali baş komandanımız, torpaqlarımızı işğaldan azad edən, dünyada Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil edən və Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı prezidentimiz İlham Əliyevin bugün doğum günüdür. Mən istəyərdim ki, siz diplomat olaraq diplomatik mövqeydən öz münasibətinizi bildirəsiniz. Bilirsiniz, birincisi əlbəttə ki, biz cənab prezidenti təbrik edirik, ona can sağlığı arzu edirik və işlərində çoxlu uğurlar arzu edirik. Təbii bizim ölkəmizin ən böyük diplomatı elə cənab prezident özüdür. Çünki o həm ixtisasca beynəlxalq münasibətləri bitirib, həm də eyni zamanda öz işi ilə, öz fəaliyyəti ilə diplomatik sahədə çox böyük uğurlara imza atıb. O cümlədən Azərbaycanı dünyada tanıtmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, Azərbaycanı beynəlxalq təşkilatlarda lider dövlətə çevirmək. Yəni bu asan bir iş deyil, nəzərə alsaq ki, biz balaca ölkəyik və nəzərə alsaq ki, bizim regionda çoxlu münaqişələr var, qeyri-sabit durum var. Amma bütün bunlara baxmayaraq öz diplomatik məharəti ilə cənab prezident, siz düz qeyd etdiniz, həm Azərbaycanı sabit ölkəyə çevirib, həm də eyni zamanda inkişaf edən ölkəyə çevirib. Yəni ətraf ölkələrə biz baxsaq, Azərbaycan möcüzə olaraq, sabit olaraq qalır. Və təbii ki, biz Azərbaycanlılar, dünya Azərbaycanlıları prezidentə minnətdarıq. Bu vizyon üçün, bu rəhbərlik üçün, bu liderlik qabiliyyətləri üçün və təbii ki, bizim bütöv Azərbaycan üçün minnətdarıq. Bir neçə gün öncə cənab prezidentimiz Rusiya mətbuatına bir müsahibə verdi. Müsahibə həm mesaj xarakterli idi, həm də 2025-ci il üçün əslində bir strateji yol xəritəsi idi. Və müxtəlif sahələrə toxunuldu əslində. İstəyərdim şərh eləyəsiniz. Bilirsiniz, ümumiyyətlə cənab prezident dünya mediası ilə çox aktiv işləyir. Xatırladaq ki, müharibə zamanı prezidentimiz hər gün həm qərb, həm şərq belə deyək, ölkələrindən olan mətbuat orqanlarına aktiv olaraq intervyu verirdi. Bu da bizim bir ictimai diplomatiyanın bir üslubudur ki, biz media vasitəsilə dünyaya Azərbaycan reallığını çatdırırıq və bizim mesajları çatdırırıq. Bəzən mətbuat qərəzli olur, bəzən mətbuata erməni lobbisi təsir edir, amma prezidentin birbaşa müsahibələri o həmin o maneələri qırır və Azərbaycanın sözünü dünyaya çatdıra bilir. Ümumiyyətlə götürsək, həmin müsahibədə çox məsələlərə toxundu, amma strateji xətt o idi ki, Azərbaycan öz müstəqil siyasətini və xarici siyasətini yerinə yetirmədə davam edəcək. Azərbaycan heç bir, belə deyək, xarici qüvvələrin təzyiqi altında öz milli maraqlarından keçməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü, öz müstəqilliyini, suverenliyini prioritet kimi saxlayır. Və bu istiqamətdə hansı addımlar atılmalıdır? Hansı ölkələrlə biz yaxın əlaqələr qurmalıyıq? Hansı ölkələrlə biz müttəfiqlik qurmalıyıq? Kimə arxalana bilərik? Hansı növ yeni əməkdaşlıq platformaları qura bilərik? Yəni əsasən bu milli maraqlar ətrafında qurulan bir müsahibə idi. Müsahibədə cənab prezidentimiz vurğulamışdı xüsusilə ki, Ermənistanın konstitusiyası dəyişilməlidir. Avropa İttifaqı, Minsk qrupu ləğv olunmalıdır və istəyərdim biraz bundan danışaq. Bilirsiniz, artıq bu 30 ildən çox davam edən münaqişə bitib. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, öz işğalda olan ərazilərini azad edib və artıq münaqişəyə belə deyək, bir mediatorluq funksiyası yerinə yetirən Minsk qrupuna ehtiyac yoxdur. Minsk qrupu artıq köhnə bir dövrün bir elementidir və əgər Ermənistan doğrudan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, necə ki, baş nazir deyir, tanıyır və əgər doğrudan da onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görürlərsə, onda Minsk qrupa nə ehtiyac var? Minsk qrup və xüsusilə onun qərəzli həmsədrləri, misal üçün Fransa, artıq öz etimadını itiriblər, Azərbaycan xalqı onlara etibar eləmir. Ona görə Minsk qrupu rəsmi olaraq ATƏT-də fəaliyyəti dayandırılmalıdır və bu təşkilata, bu quruma, bu belə deyək, mediatorlara heç bir ehtiyac yoxdur. O cümlədən də konstitusiya dəyişikliyi edilməlidir Ermənistanda ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın və Azərbaycanın ərazilərində heç bir iddia olmasın. Hansı ki, indi orada maddə var və orada Qarabağa böyük bir iddia var.
Yəni bu şərtlər yerinə yetirilsə, sonra texniki məsələlər də ortada var ki, sərhədlərdə üçüncü ölkələrin qüvvələri olmamalıdır və digər şərtlər yerinə yetirilsə, təbii sülh sazişi imzalana bilər. Və mən hesab edirəm ki, əslində bu istiqamətdə gedir danışıqlar və mən çox ümid edirəm ki, Ermənistan rəhbərliyi bu addımları atıb sülhə gələcək Azərbaycanla. Makron hakimiyyəti Ermənistana bu qədər diqqəti, Ermənistana bu qədər xüsusi bir yanaşması var. Təəssüf ki, Fransa ilə bizim qurduğumuz yaxşı əlaqələr, Fransa ilə qurduğumuz iqtisadi münasibətlər öz bəhrəsini vermədi və 2-ci Qarabağ savaşından sonra Fransa Azərbaycanın etdiyi o yaxşılıqları, Azərbaycanın verdiyi o addımları bir növ unutdu və bir tərəfli Ermənistanın tərəfini tutdu, qərəzli tərəf tutdu və Azərbaycana ittihamlara başladı yağdırmağa. Eyni zamanda biz onu qeyd edək ki, Azərbaycana qarşı diplomatik hücumlar, siyasi hücumlar, müxtəlif beynəlxalq platformalarda bizə qarşı olan hücumlar Fransa bununla bitmir onun işi. Eyni zamanda Fransa həm də silah dəstəyi də verir və Ermənistana çoxlu sayda raketlər və digər silah növləri çatdırır. Bu da Azərbaycana böyük bir təhlükə yaradır. Regionda yeni müharibələr riski artırır. Təbii bundan Azərbaycan barışa bilməz. Azərbaycan Fransaya öz qəti etirazını bildirir. Azərbaycan Fransanın separatizmə verdiyi dəstəyi onun öz nümunəsində göstərir. Çünki Azərbaycan da Fransa koloniyalarının məsələsini qaldırır və Fransanın o belə deyək imperialist siyasətini ona göstərir. Mən düşünürəm ki, Makron hakimiyyəti dəyişəndən sonra müəyyən sabitlik və müəyyən tarazlıq yarana bilər. Çünki Makron artıq ideoloji olaraq Fransa-Ermənistan münasibətlərini daha üstün tutur və Ermənistana silah dəstəyi verir. Biz çox ümid edirik ki, Makron hakimiyyəti gedəndən sonra müəyyən yeniliklər və dəyişikliklər ola bilər Fransa-Azərbaycan münasibətində. Və bir neçə gün öncə Misirin Qahirə şəhərində 8 ölkənin iqtisadi əməkdaşlıq D8 bəli, D8 və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasından əslində yeni bir uğuru idi. İstəyərdim biraz ondan danışaq. Bilirsiniz, balaca ölkələr, Azərbaycan kimi balaca ölkələr, onlar adətən çalışırlar beynəlxalq təşkilatlarda aktiv olsunlar. Çünki onların təhlükəsizliyi, onların müstəqilliyi bəzən beynəlxalq təşkilatların dəstəyindən asılı olur və Azərbaycan bu məsələdə çox aktivdir. Yəni biz bilirsiniz ki, Qoşulmama Hərəkatında sədrlik etmişik, biz Türk Dövlətləri Birliyində sədrlik etmişik, biz Quam təşkilatını yaradanlardan biriyik, biz BMT-nin Təhlükəsizlik Şurasında olmuşuq. Yəni böyük beynəlxalq platformalarda biz aktiv iştirak edirik. İslam Əməkdaşlıq Təşkilatı burada nümunə kimi çəkilə bilər. Və biz yeni təşkilatlara da qoşulmaq cəhdlərimiz var. Misal üçün, Azərbaycan bu yaxınlarda BRICS təşkilatına maraq göstərmişdi. Şanxay təşkilatında biz müşahidəçi olmuşuq. Yəni yeni platformalar, yeni belə deyək, beynəlxalq təşkilatlar axtarışındayıq. Və bu D8 təşkilatı çox maraqlı bir platformadır. Orada İslam dünyasının ən aparıcı 8 dövləti birləşib, yəni Türkiyə, İran, Pakistan, Malayziya, İndoneziya, Nigeriya, Misir və bu çox böyük Bəngladeş və bu çox böyük bir həm iqtisadi gücdür, həm ticari zonadır, həm siyasi qüvvədir. Düzdür, biz İslam Əməkdaşlıq Təşkilatının içində artıq aktiv iştirak edirik və bizim nüfuzumuz da orada çox yüksəkdir. Amma orada bilirsiniz, bəzən çox böyük təşkilatların içində müxtəlif bloklar da yaranır və misal üçün deyək Aljırla Mərrakəş deyək olan problemləri var və orada bəzən problemlər yaranır İslam Əməkdaşlıq Təşkilatı içində. Amma burada söhbət ondan gedir ki, bu 8 ölkə həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən aparıcı dövlətlərdir və Azərbaycan bura indi yeni üzv oldu. Bütün 8 dövlət bunu dəstəklədi və ilk dəfədir ki, bu təşkilat genişlənir və Azərbaycanı qəbul etməklə bir növ göstərirlər ki, Azərbaycanın nüfuzu necə artıb, Azərbaycanın hörməti dünyada necə artıb və ümid edirik ki, bu təşkilatdan da bizə çox böyük bir fayda olacaq. Və siz diplomatsınız və xarici ölkələrdə səfərlərdə çox olursunuz. Olduğunuz konfranslarda Azərbaycana münasibət necədir? Biz ümumiyyətlə götürsək, Azərbaycanın son 30 ildə yeritdiyi siyasət, hələ Ulu Öndərin vaxtından başlayaraq Azərbaycana çox böyük hörmət qazanıb. Çünki biz 90-cı illərdə neft strategiyasını başladıq reallaşdırmağa və Azərbaycan
dünya neft siyasətinin episentrına, yəni mərkəzinə çevrildi. Burada böyük layihələr həyata keçirildi. Bakı-Ceyhan layihəsi, Bakı-Erzurum layihəsi. Biz yeni belə deyək, dəmir yolları tikirik, dəhlizlər yaradırıq. Yəni Azərbaycan öz siyasəti ilə dünyada və regionda çox böyük hörmət qazanıb. Azərbaycan demək olar ki, Avrasiya regionunun həm enerji xəritəsini dəyişib, həm nəqliyyat xəritəsini dəyişib və geosiyasi balansı dəyişib burada. Çünki xatırlatmaq istəyirəm ki, biz birinci ölkəyik ki, Rusiyanın ərazisindən keçməyən neft kəməri tikdik və bu da böyük bir geosiyasi dəyişikliklərə səbəb oldu. Amma yenə də mən qeyd edim ki, biz işğal altında olan ölkə idik və təbii ki, bu bizi biraz başa aşağı edirdi. Amma son 4 il siz inanmazsınız nə qədər Azərbaycanın qələbəsi, Azərbaycanın zəfəri nə qədər bizə münasibəti dəyişib. Düzdür, bizə onsuz da hörmət çox idi bütün bu strateji layihələrə görə, amma döyüş meydanında qələbə, işğaldan azad olma və ərazi bütövlüyünün təmin olunması, hansı ki dünyada heç bir ölkə buna nail ola bilməyib. Biz ona nail olduq və indi Azərbaycana çox böyük hörmət var, çox böyük rəğbət var. Biz tam səmimi sizə deyim ki, tək Azərbaycana yox. Elə bir bizim qonşu ölkələr, müsəlman ölkələri, türk dövlətləri özləri də bir növ elə bir Azərbaycanın qələbəsindən ilhamlanıblar, ruhlanıblar. Misal üçün Özbəkistan, Qazaxstan, Türkiyə ilə özü, düzdür, Türkiyə böyük dövlətdir, amma Türkiyənin Azərbaycanın yanında olması öz-özlüyündə Türkiyəyə böyük hörmət qazandırır. Və bütün ölkələrdə mən o hörməti, o ruhlanmanı görürəm. Azərbaycanın qələbəsindən gələn ruhlanmanı görürəm. 2025-ci ilə artıq sayılı günlər qalıbdı, Faris müəllim. Siz bu ildən nə gözləyirsiniz və dövlətimiz, xalqımız nə gözləyir? Bilirsiniz, bizim regionumuz təhlükələrlə, risklərlə dolu olan regiondur. Bizdə elə bu yaxınlarda Suriyada baş verən hadisələr göstərir ki, hər zaman böyük təhlükələr var. Mən 25-ci ildən nəyi gözləyirəm? Birinci, təbii ki, mən gözləyirəm ki, regionda münaqişələr dayanacaq və Trumpın seçilməsi ilə bağlı həm Ukrayna müharibəsi, həm yaxın şərqdə olan hadisələr dayanacaq, səngiyəcək və sabitlik yaranacaq. Mən buna ümid edirəm. Hər halda müəyyən istiqamətlərdə buna addımlar artıq atılır. Eyni zamanda mən çox ümid edirəm ki, biz sülh sazişi imzalaya bilərik və Ermənistan nəhayət ki, anlayacaq ki, onun gələcək inkişafı qonşularla sülh və əmin-amanlıq münasibətindədir və Azərbaycanla bu sülh sazişi imzalayacaq. Mən ümid edirəm ki və gözləyirəm ki, Qarabağ daha da çox inkişaf edəcək. Artıq Qarabağa təxminən 16-17 milyard dollar vəsait qoyulub və orada çox böyük quruculuq işləri görülür. Mən ümid edirəm ki, bizim regionda yeni böyük iqtisadi layihələr baş verəcək, iş yerləri açılacaq. O cümlədən yaşıl energetika sahəsində biz bilirsiniz ki, Mazdar və Aquapower şirkətləri ilə sazişlərimiz var və külək və günəş enerjisi istehsal eləyəcəyik. Yəni Azərbaycan daha sürətlə inkişaf edəcək, daha sabit olacaq və regionumuz da sabit olacaq, risklər azalacaq və nəticədə insanlar daha yaxşı yaşayacaq. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Və qarşıdan gələn yeni ilinizi təbrik edirəm. Universitet olaraq, diplomat olaraq, xalqımıza, dövlətimizə, millət vəkili olaraq layiqincə xidmət etmənizi arzu edirəm. Mən də sizi təbrik edirəm, təşəkkür edirəm dəvətə görə və bütün kollektivə uğurlar arzu edirəm. Çox sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, EdNews TV-nin qonağı alim, ictimai siyasi xadim, Ada Universitetinin prorektoru, İnkişaf və Diplomatiya Akademik İnstitutunun direktoru Faris İsmailzadə idi.